Salam aleykum dəyərli izləyicilər. Bugün sizə gözəl bir əmlak göstərmək istəyirəm. Əmlak Balakan rayonu Hənifə kəndində yerləşir. Birbaşa kərpic zavoda yaxın bir ərazidə yerləşir. Əmlak torpaq sahəsidir. Həyətyanı 7 sotuq və 75 sotuq pay torpağından ibarətdir. Gözəl bir yerdə yerləşir. Birbaşa asfalt yol gəlir bura. Asfalt yoldan bura hardasa bir 20 metrə qruntovkaya girməyə düşür. Gözəl bir yerdə yerləşir. Yəni təsərrüfatla məşğul olan insanlar üçün çox əlverişli bir yerdir. Dəyərli izləyicilər, gördüyünüz bu torpaq sahəsi birbaşa yol qırağıdır. Yol kənarında yerləşir. Yanından işıq xətləri keçir. Və içərisində belə bir otaqlı yaşayış evi var. Yəni yaşamaq üçün yəni əlverişli binadır. Balaca olmağına baxmayaraq, yəni ki, içərisində yaşamaq mümkündür, müvəqqəti də olsa. Və belə bir torpaq, yəni qabaq tərəfi həyətyanıdır, arxa tərəfi pay torpağı fındıq bağıdır. Fındıq bağının baş tərəfindən gözəl su kanalı axır. Yəni suyu olan bir yerdir. Buradan təsərrüfat üçün istifadə etmək olar və burada ambar tikmək istəyən və digər məqsədlər üçün burada istifadə etmək istəyən hər kəs üçün çox əlverişli bir yerdir. Yaşayış evi tikə bilər və digər məqsədlər üçün də ticarət məqsədləri üçün istifadə edə bilər. Mən sizə fındıq bağının daxildən də görünüşünü göstərmək istəyirəm. Dəyərli izləyicilər, qeyd etdiyim kimi fındıq bağının içərisindəyik. Yəni bu torpağın içərisində olan fındıq ağaçlarıdır. Hardasa 50-60 ağac olar burada. Birbaşa yerin baş tərəfindən də su kanalı gedir. Yəni buranın sulanması üçün də əlverişli şərait var. Və yan tərəfindən, qabaq tərəfdən də kənd yoludur. Belə bir gözəl bağı, həyətyanısı olan yer satılır. 75 sotuq pay torpağı, 7 sot həyətyanı. 80 sotuqdan yuxarı torpaq sahəsidir. Belə bir yerə sahib olmaq istəyən belə bir yerdə təsərrüfatla məşğul olub, əlverişli şərait yaratmaq istəyən hər bir kəs bizimlə əlaqə saxlayıb məlumat əldə edə bilər. Qiymət çox əlverişli bir qiyməti var, sərfəli qiyməti var. Qiyməti videonun altında göstəriləcəkdir. Dəyərli izləyicilər, dinlədiyinizə görə sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.